Salam aleyküm. Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən bu günləri işdən tətiləm. Gəlmişəm qızımgilə, nəvələrimi görməyə. İki nəvəm var, bir qız nəvəm var, bir oğlan nəvəm. Gəlmişəm onları görməyə və dedim ki, kitabı oxuyayım. Hər halda onları biraz sonra gedib görərəm gene. Onun üçün kitabımız bilirsiniz, Türkçülüyün əsasları adlı kitabı oxuyuruq. Ziya Gökalp yazıb bunu. Və 23-cü səhifədəyik. Əgər yadınızda olsa, 2 gündür bundan danışırdıq. Keçən 2 gün bundan danışırdıq kitabda ki, türkçülük nə mənədir? Dedi, türkçülük milləti yüksəltməkdir. Belə bir tərif verdi. Sonra dedi ki, millət nədir? Türk milləti nədir? Sonra gəldi, türk dünyasında türk milləti nə deməkdir? Bunu tərif edir. Özü dedi ki, türkçülük nədir? 2 dana tərif buradan oxumuşuq, üçüncüsünə bugün başlayacağıq. Birincisi, ırq ya nəcad üzündədir. Dedi ki, bu elmi cəhətdən rədd olubdur, doğru deyil. Yəni, qəbul eləmədi. İkincisi, ikincisi də şey idi, qovm üzündəydi. Qovm o şeydir ki, İranda işlənir, bilirsiniz. Qovm dedi ki, bir atadan, bir anadan, eyni anadan, eyni atadan olmalı bir şeydir. Dedi, bu əski zamanlarda da hətta doğru deyilmiş. Onun üçün də qovmudan millət çıxmaz. Çünki xalis ola bilməz heç. Bir ailə, heç bir qovm xalis ola bilməz. Xalis olmadığı üçün, saf olmadığı üçün, bir qandan bir olmadığı üçün o da ola bilməz. Üçüncü tərif ki, türk dünyasında türklük haqqında var. Coğrafi türkçülərə görə millət eyni ölkədə oturan xalqların toplamı deməkdir. Deyir ki, üçüncü tərifdə millətdən, millət nədir? Deyir ki, bir də türkçülər var ki, milləti deyirlər ki, o bir tedad, bir sayda insanlardılar, türk insanlardılar ki, bir ölkədə otururlar. Əgər bir tedad insan bir ölkədə oturursa, ora vətəndir əslində, beləsi deyək, vətən üstünə, o coğrafidə oturan insanlar bir millətdirlər. Pəs, eyni ölkədə oturan xalqların toplamı millətdir. Yəni, məsələn, indi deyək ki, Azərbaycan, Güney Azərbaycan məsələn. Bu Güney Azərbaycanda oturan, Güney Azərbaycanın sınırlarında, mərzilərinin içində oturan insanlar hər nə qovmudan olurlar, hangi qovmudan olurlar olsunlar, hangi dildən danışırlar, hangi nəcaddan olurlar olsunlar, hangi dinləri varsa var deyil, nə rəhləri varsa var da onu saymır burada. O sadəcə o coğrafiyada. Burada məsələn fərzən bu günləri məmləkətlərin içində olanları deyir. Onda Azərbaycanlılar, Güney Azərbaycanlılar nədirlər? Çünki İran'a adlanan torpağın üstündədirlər. İndi bu nə olur? Baxaq görək deyil. Məsələn, onlara görə bir İran milləti, bir İsveçrə milləti, bir Belçika milləti, bir Britaniya milləti vardır. Yəni, coğrafi üzündən danışana İran da bunun üzündə danışır. Diqqət buyurun, görürsünüz. Ona görə deyirəm ki, bizə çox şeyləri İranda deməyiblər. Diqqət buyurun, görürsünüz ki, deyir, bir İran, Fars, İranda, məsələn, onlara görə bir İran milləti var. Yəni, İran coğrafiyası, mərziləri içində, sərhədləri içində, ya sınırları içində
olan insanların hamısına, fərq eləmir dili, tarixi, kültürü, fərhəngi, nəcadı, qovmiyyəti, dini, bunları fərq etmədən onlara bir millət deyir. İsveçrə olur Suis, bəli, Suis, Belçikdəki Belçik millətidir, Britaniya da İngilistan milləti. Halbuki İranda Fars, Kürd, Türk ibarət olaraq üzərə 3 millət. Deyir ki, İranda 3 millət var. Fars, Kürd, Türk. Əlbəttə bu yazmır. Bəluç var, Ələb var, Lor var, Gilək var, Mazəni var. Bunları yazmır. Çünki fəqət çalışır ki, xülasə yazsın. İsveçrədə nəmələri var? Alman, Fransız, İtaliyadan ibarət olmaq üzrə. Yenə 3 millət. Suisdə də deyir ki, 3 millət var. Fransızlar deyir ki, yəni bunlar millət deyirlər, ha? Bunlar o milləti, Suis millətin ibarətdir bu 3 nəcatdan deyək, məsələn. Mən burada biraz ehmal tutaraq. Alman, Fransəli və İtaliyalılardan ibarət olan 3 cəmiyyət ki, toplum, deyək, 3 toplum ki, Suisdə yaşır, bunlara millət, Suis milləti deyilir. Belçikada əslən Fransız olan valonlarla əslən Cermen olan flamanlar vardır. Belçikada deyir ki, 2 dənə şey var, əsli kökü, yəni kökləri var. Valonlar, valonlarla, yəni valon adında bir millət, bir tədad insan yaşır. Biri də əsli nədir? Əslən Cermen. Cermen Almanın İngiliscə, Latincəsidir. Almanlar özlərinə Cermen ya Alman deməzlər. Bu İran dilində deyilən və Türk dilində deyilən bir şeydir. Bəlkə ərəbcədə bu cür deyilər. Onlar özlərinə Deutsch deyirlər. Və torpaqlarında Deutschland deyirlər. Ərz eləyim xidmətinizə. Hər halda Cermen bu Latin dillərdən gəlmədir. Hər halda Almanın ya da ərəbcə olmuşudur. Bilmirəm. Flamanlar. Bunların da kök Almanlıdırlar, amma o şey adları, tanınmış adları Flamandırlar. Flaman. Bunlardan ibarətdir. Böyük Britaniya adalarında isə Anglo-Sakson, İskoçiyalı, Qallı, İrlandalı adları ilə 4 millət vardır. İngilistan, Britaniya İngilistanın adıdır. İngiltərə deyilir, Britaniya deyilir. Dünyada Britaniya tanınır bu. Burada da deyir ki, 4 dənə ad altında millət yaşır. Adına deyirlər İngiltərə milləti. Anglo-Saksonlar adalar. Ada nə deməkdir? Cəzirə. Cəzirə ərəbcədir. Bunun türkcəsi adadır. Anglo-Saksonlar, İskoçilər, Qallılar və İrləndilər, bunlar 4 millətdə Britaniya adlı bir milləti təşkil verirlər. Coğrafiçilər belə düşünürlər. Yəni deyirlər ki, əlbəttə bilirsiniz ki, coğrafiya dəyişir. Bilirsiniz, dünyanın 2-ci Dünya Savaşında ki, Avropa başladı və Avropa qutardı. Orada Sazman-ı Milal düzələndə, əlbəttə bir dənə Sazman-ı Milaldən öncə, yəni qabaq, bir dənə Cami-i Milal var idi. O Cami-i Milaldə məmləkətlərin sayı çox azdır. Çox az. Amma 2-ci Dünya Savaşından sonraki bir də məmləkətlər istiqlal tapıbdı. 54 məmləkətlə Sazman-ı Milal təşkil tapıbdı. İndi 54 məmləkət necə olur? Deyin ki, 145 deyək hələ məsələn. 148-də zətdə, 147-də ya 146-da Sazman-ı Milal təşkil tapıbdı. 146-da. Bu 146-dan indiyə qədər ki, 2021-dir. 21 il buradan, 55 ildə deyək hələ oradan, onlar 74 il, 75 il. Bu 74, 75, 76 il hansısa olur olsun, bu zamanda o 54 məmləkət gəlib olub 200-dən fazla. 200-dən çox məmləkət var indi. Yəni hesablasaz, hər il
üst-üstə 2-3 məmləkət az qalıbdır ki, müstəqil ola. Diqqət buyurun. 3 məmləkət az qalıb müstəqil ola. Eyni halda diqqət buyurun. Bunda 2 dana məmləkəti sizə mən misal verim ki, bunlarda məmləkətlər də çoxdur, millətlər də çoxdur. Biri United States of America. United States of America. Amerika Dövlətləri Birliyi. United yəni birləşmiş, state yəni dövlətlər, Amerikadakı Amerikadır. Yaxşı, Amerika dövləti ki, bugün biz tanıyırıq, Amerika dövləti deyirik, o 50 neçə məmləkətdən və 50 neçə millətdən, 50 neçə bayraqdan, 50 neçə parlamandan, 50 neçə dövlətdən, müstəqil dövlətlərdən ibarətdir. Mərziləri, sərhədləri, hər şeyləri bəllidir. Bir də Məmalik-i Müttəhidi Sosialisti Şurəvi var idi. USSR deyirdilər adına. Yəni United Socialist nə budur? Sovyet Union. Belə bir şey yara. Yəni sosialist indi həmin o dağılıbdır, amma yerində Rusiya qalıbdır. O Rusiya özü indi 15-16 məmləkətdən ibarətdir ki, bir neçəsi türkdür. Yəni Türk Cümhuriyyətləri Rusiya Cümhuriyyətinin içindədir. Baxın, Rus, yəni adına deyir ki, Türk Dövlət Cümhuriyyəti Rusiya Cümhuriyyəti içindədir. Bunu bizə demirlər İranda. Biz deyirik ki, məsələn, bilirsiniz, Türkiyədə 6-7 dənə türk müstəqil dövlət var. Amma o qədər böyük deyirlər ki, Rusiya gücləri çata ondan ayrıla bilərlər. Amma Rusiya da bunların həqlərini tanıyıbdır ki, siz bir dövlətsiz, mərziz var. Özünüzün siyasi bir gücünüz var. Əlbəttə, Lenin zamanında tanınmışdır ki, istiqlal da ala bilərsiniz, istərsiniz. Amma sonra, Lenindən sonra, Leninin də özünün sonunda gəldilər, bu qanunu qoydular ayaqlarının altına. Hər halda istədim onu xidmətinizə yetirəm. Bu çeşitli topluluqların dilləri və kültürləri bir-birindən ayrı olduğu üçün hamısına birdən millət adını vermək doğru deyildir. Bu yazarımız Gökalp, Ziya Gökalp deyir ki, çünki bu insanlar ki, bir coğrafiyanın içində yaşır. Məsələn, İranda ərəb var, kürt var, türk var, lor var, cilək var, mazəni var, qəşqayı var. Bunlar deyir, bunlar çeşitli topluluqların dilləri. Yəni, çeşit bilirsiniz, deyim, rəhli. Çeşitli, yəni rəngbərək ya ərz edeyim xırfəzə, cürbəcür. Fərqli, yəni. Fərqli. Çeşitli, yəni fərqli. Millətləri ki, nədən fərqlənirlər, onu da indi deyir. Topluluqlar, cəmiyyətlər. Dilləri fərqlidir. Kültürləri fərqlidir, dinləri fərqlidir hətta, tarixləri fərqlidir, hətta buradan deyim, coğrafiyalar fərqlidir. Yəni, məsələn, Azərbaycan dağlıqdır, suluqdur, Farsistan kəbirdir, susuzluqdur və çox düzluqdur. Ərəb torpaqları çox suludur, dənizə yolu var və orada tapılan əsli maddə nəft, qazdır. Əkinəcəyi də çox güclüdür, ildə 2-dir. Amma siz Farsistanı, Bəluçistan yenə də susuz bir yerdir, dağlıq bir yerdir, bir qisməti səhradır. Bu, yəni fərqliliklər, hətta coğrafiyada da deyirəm, yəni fərqliliklər var. Üçün hamısına birdən millət adını vermək doğru deyil. Deyir ki, bunlar üçün bir-birlərinə fərqi, dillərinin fərqi var, tarixlərinin, kültürlərinin, dünya baxışlarının fərqləri var. Bunlara doğru deyil ki, bir millət deyək. Çünki rəhbərək millətdir. Bunların heç, mən dünənləri dedim, məsələn, deyirlər ki, o şeylərdən biri ki, millət yaradar, müştərəklikdir. Bayramı misal vurdum ki, bayram əslən müştərək deyir İranda, il bayramı. Bu Novruz bayramı ki deyirlər il bayramı,
Bu il bayramın farslar Rıza Şahdan sonra nəftin gücünə, radyo televizyonun gücünə brainwash eləyiblər insanlara. Yəni dedik, mən o brainwash bərnamələr ki, Günah TV'də aparam, orada dedim. Brainwash eləmək, beyin yıxamaq bir qorxu ilə, mücazatlandır, bir də təşviq iləndir. Dedik, məsələn, uşaqlar mədrəsəyə gedir, onlara nömrə ilə, nömrə çox verməklə ya o nömrə az verməklə təşviq, tənbih elirlər. Az nömrə tənbihdir, yuxarı nömrə təşviqdir, ya caizə verirlər, loğ verirlər, filan verirlər. Uşaq nə olur? Brainwash olur. Yəni, özü də əlaqəsi olur ki, öyrəşsin və zehninə keçən şey onun zehnində qalacaqdır. Novruz bayramında dəqiqən bu prosesi keçib, dünənləri bunu demişəm, ona getməyim, çox calibdir. Biz bunu bilək ki, Novruz bayramı nə ərəblərin, nə bəluçların, nə türkəmə, hətta farsların özlərinin də milli bayramı deyildi. Amma bunu milli bayrama adab, bəlkə də milli bayramlar idi. Onu demirəm ki, deyildi ya deyildi. Dedim dünənləri, məsələn, biz bayram tutardıq, Novruz bayramın adına deyərdik bayram, il bayramı. Qəradağda biz heç olmasa belə inanardıq və bu bayram Həzrəti Süleyman təxtə oturan gün və Həzrəti Əli imamətə yetişən gündür. Biz bu adla ki, məzhəbi bayramdır, bayram tutardıq. İşte, məsələn, il dəyişir, qışın və ortasında olurdu. Əslində görürsünüz ki, bir ay, 2 ay ondan sonra da qar vardı. Düzdür, bəzi zaman, o zamanlar bir çiçəklər gül açar. Amma o qədər, yəni, qarın içində qalar, qal çiçəyi deyərlər, filan bəhman. Ərz edeyim ki, bunlar brainwashingin şeylərdir ki, mən dünən danışmışam və demişəm, biz brainwash olandan sonra bunları fikir yapaq ki, millət də belə olar. İndi, bəzən bir ölkədə bir çox sayıyla millət olduğu kimi, bəzən də bir millət bir çox ölkəyə dağılmış bulunur. Deyir ki, əgər diqqət eləsəz bu misallara, deyir ki, məsələn, İsveçdir və xareydi ora, bunlarda gördük ki, məsələn, Almanlar, elə özümüzü misal verək. İranda görürsünüz ki, türklər həm İranda var, həm Əraqda var, həm Suriyədə var, həm Türkiyədə var, həm Azərbaycanda var, həm də ki, Türkmən Səhra və Türkmənistanda var. Tamam. Yəni, bir dana millət deyir ki, bəzən bir millət ola bilər bir torpaqda olsun, coğrafiyada olsun, bəzən də ola bilər paylaşmış olsun ayrı, müxtəlif siyasi coğrafiyaların içinə. Bununla belə ki, coğrafiyaları yapışıqdır. Bəluçlar coğrafiyaları yapışıqdır, amma 3 dövlətin arasında bölünüblər. İran, Pakistan, Əfqanistan. Ərəblər torpaqları çox ölkədir, amma neçə dövlət arasında bölünüblər? Biri İrandır, biri Əraqdır, Suriyədir, Lobnandır, tutun getsin, haracan ki saya bilirsiniz, sayın ərəb millətləri bölünüblər o cürsü. Azərbaycan, türklər, dedim ki, haralara bölünüblər, Kürtlər də ha belə. Yəni, bu bir məsələdir. Pəs, bəzən bir ölkədə, yəni bir torpaqda, bir vətəndə, bir çox sayıyla, sayda yəni, 1, 2, 3, 4, 5, 10, Hindistan kimi bir məmləkətdə mümkündür ki, 100 millət olsun. Millət olduğu kimi, bəzən bir millət bir çox ölkədə olar. İndi də ki, xüsusən 20 və 21-ci əsrdəki köçmək, özdə çox toplumsal köçmək çox oldu. Məsələn, indi siz dünyanın harasına getsəz, hangi məmləkətinə getsəz, orada türk tapa bilərsiniz. Dünyanın harasına getsəz, orada ərəb tapa bilərsiniz. Dünyanın harasına getsəz, orada İngilis tapa bilərsiniz. Harasına getsəz, Alman tapa bilərsiniz. Bu da onu, məsələn, Oğuz türkləri qeydir tarixə. Məsələn, Oğuz türklərinə bu gün Türkiyədə, Azərbaycanda, İranda, Xarəzm ölkəsində rastlarırız. Rast fars kəlmədir, farsdan gəlmədir. Rastlarız, yəni onları görərik. Əgər müsafirət edirsək, onları görərik, onlarla təmasda girə bilərik. Bəs Oğuz türkləri, yəni Oğuzun evlatları bu gün Türkiyədə, Azərbaycanda, İranda, Xarəzmdə olur, Xorasanın üst tərəfləri məmləkətlər, o ölkələrdə görürük. Bu torpaqların dilləri və kültürləri ortaq olduğu halda bunları ayrı millətlər saymaq doğru ola bilərmi? Soru soruşur. Ola bilərmi? İngilisdə
əlbəttə farsda aya, çəra, bu cür bir şeylər əlaməti sualdılar. Kəlmələrdirlər ki, o gələndə, yəni cümlə sorğu olunur. İngiliscədə də what'di, how'di, who'di, where'di, when'di, bunlar gələndə cümlə sual olur. Türkcədə cahilibdir. Türkcənin bir fərqi vardır. Tamam, bu dillər ki dedim. Bunlar hətta ərəb də mən bildiyim üçün ərəb, ingilis və türkcəni bilirəm, qolay azdan bilsən bilirəm. Burada görürük ki, ərəbdə də məsələn həldir. Bir-iki dənə belə özlərinin ədatı, istifhamı var, yəni sorğu işarəti vardır. Türkcənin sorğu işarəti midir. Bir dənə amma bu min farsdakı ayə ilə, o birisi dillərdəkilərlə çox əcib fərqi var. O da budur ki, bu mi bir cümlədə hangi kəlmənin başına gəlsə o kəlməni sual elər. Cümləni də sual elər əlbəttə. Amma hangi kəlmənin başına gəlsə o kəlmənin əsli sual o kəlmənin üzründədir. Məsələn deyirik ki, əcəba mən İranlıyam, bu normal sualdır. Mən İranlıyam, bu bizim normal Təbrizdə, Ərdəbildə soruşduğumuz şivədir. Elmi deyil, ədəbi deyil və biz fars əsasında bunu soruşuruq. Çünki əcəbanı gətirmirik, aya yerinə əcəba gətirirlər Türkiyədə. Bu o birinci. İkinci, biz bir dənə bir böyük iştibah edirik. O da budur ki, səslə sadəcə, yəni bir nəfər bizim səsimizi eşitməsə, başlayacaq biz sual edirik ya yox. Əgər o eyni danışdığımız yazsaq, yenə də oxucumuz bilməyəcək biz sual edirik ya yox. Əlaməti sual qoyuruq. Əlaməti sual düşdü, ya pis düşdü, ya olmadı, çap olmadı. Yenə də bilinməyəcək. Mən sual deyirdim, ya deyirdim ki, mən İranlıyam. Bunu hardan biri bilsin ki, bu sualdır, yoxsa bir cümlə, müsbət cümlə qurmuşam. Buna nə deyir? Türkcədə buna ni əlavə edirik. İndi diqqət buyurun, həman cümləni mən istəyirəm indi sual eləyəm. Mənmi İranlıyam? Yəni, mənim üstündə fişar olur. Mən İranlıyam mı? Yəni, mən İranlıyam. Bunu sual edirik ki, mən İranlı deyiləm. Onu elə bir istəyir soruşsun. Mən İranlı miyəm? Yəni, İranı burada sual edirik. Yəni, sən fikirsən, mən İranlıyam. Diqqət buyurursunuz. Bunun üçün türk əlaməti sualı çox fərqlidir. Nə uzunluqda cümlə gətirirsiniz, gətirin. Mənim adım İnsafəli Hidayət, Təbrizdə böyümüşəm, Kəlandan Təbrizə köçmüşəm, Tehranda dərs oxumuşam. Bu cümlənin hər bir yerin mənmi? İnsafəli Hidayət qalanındır. Mən İnsafəli Hidayətmi? Qalanın davam ver. Mən İnsafəli Hidayət Təbrizdənmi? Yəni, fikirsi Təbrizdənəm məsələn. Qalanın davam ver. Bu cürsi, bu çox fərqlidir. Hər halda, dedi ki, bu topluluqların dilləri və kültürləri ortaq olduğu halda, yəni onlar iki neçə məmləkət arasında bölünüblər, onların dilləri və kültürləri. Kültür dedik ki, İngilis, Latin dillərdən gəlib Türkçəyə fərhəng farsısı müadilidir. Ortaq olduğu üçün, ortaq Türkçədə ərəb kəlmənin müştərək anlamındadır. Farscası heç bilmirəm, var ya yox. Farscada məsələn bunu nə deyə bilər, bilmirəm. Bəlkə də olmuş olar, amma indi zehnimdə deyil. Olduğu halda, yəni müştərək olduğu halda, bu müştərək haldakı onudur, yəni o zamanda bunları ayrı millətlər saymaq doğru ola bilərmi? Bunlar iki ayrı bir yerdə müxtəlif məmləkətlərin arasında bölünüblər və dilləri bildi, tarixləri bildi, fərhəngləri, kültürləri bildi. Bunlar amma torpaqları bölünübdür müxtəlif coğrafiyaları, siyasi coğrafiyanın içinə. Bunlara ayrı millətlər saymaq. Bunlara hərəsini bir ayrı millət sayaq. Doğru olarmı? Ola bilərmi? Yəni bu doğrudur. Bir sual soruşur. Dördüncü tərif. Bəs birinci tərif oldu Nəcad, ikinci tərif oldu qovm, üçüncü tərif oldu coğrafiya,
ki İranda coğrafiya əsasında tərif edirlər. Deyirlər ki, İranın bir mərzi var pişik şəklində. Bunun içində yaşayanların hamısına fars deyirik, İranlı deyirik. Və İranlı deyəndə yəni fars fərhəngili. Bu fars fərhəngin də radio və televizyon və neft pulu yaradır. Brainwashing sistemi bunlardan bir millət düzəldir. Bunu da mən dünən tozih verdiyim üçün gəldikcə də tozih verəcəyəm bunu, amma tez, yəni bir yerdə hamısını deməyək. Dördüncü tərif ki, millətdən var, ibarətdir. Osmancılara görə millət Osmanlı İmparatorluğunda bulunan vətəndaşları içinə alır. Bir iddə insanlar Osmancı idilər ya Qacarçı idilər. Bunlar deyirlər, hər kəs bu imparatorluğun içində, Qacar İmparatorluğunun içində yaşır. Ya deyəlim ki, Osmanlı İmparatorluğunun içində yaşır. Bunlar vətəndaşdılar, millətdilər. Bir də oxuyaq, Osmancılara görə, ya Qacarlara görə, hətta Nadir Şah sistemində, siz görün, Hindistanlı Dehlidə neçə ay qalıbdır və sonra orada türk bir padişah, əlbəttə Səfəvi dövründən bayəndirlər Hindistanda hakim idilər. Nadir Şah da gedir onlara əslində və oradan qeydir gəlir. Cəlibdir ki, Nadir Şahın zamanından indiyəcən o qızıllar ki, oradan gətirmişdi, onlar qalırdı. Türklər onları saxlamışlar. Farslar bu geçən illərdə 60 ton bu qızıllardan qaçaq eləyiblər, aparıblar ki, dünənləri də gördünüz, bir 10 tonu tutuldu. Kim aparıbdı? İdari Kolli İttilaat-ı Ustan-ı Mazəndaranın geçmiş müdür kullu özü ilə 10 dedilər 2 ton. Bəli, mən yazısını gördüm, 20 ton yazılmışdı. Ki, bax, bunun videosu hər yerdə vardı. Hər kəs istəyir görə bilər. Bəlkə mən yanlış deyirəm, amma gördüyüm 10 ton ya 20 ton yazmışdı. Yadımda deyil. O tonu yadımda deyil, amma istərsiniz elə əlan açıb baxa bilirəm. Çünki həm Instagramda qoyulubdu, həm də hamı bir-birinə göndərir bunu. Pəs, Osmancılara görə millət imparatorluğunda bulunan vətəndaşlar içinə alır. Millət o coğrafiyanın içində, o imparatorluğun içində olan, indi əgər bu doğru olsa, onlara millət deyir. Əgər bu doğru olsa, İngilistan istismar elədiyi torpaqlar ki, İngilistan özü bir cəzirədir, bir neçə cəzirədir. İrlanda, İskotlanda bunları da alıbdı, özünə yaxında olar. Amma Kanada dünyanın bu başında, Avustraliya dünyanın o başında, Hindistan